Qadın amansızlıqla qətlə yetirilib. Hadisə səhər saatlarında Şəki rayonunun Cəyirli kəndində baş verib. 34 yaşlı Zəhra Əliyeva 9 ay bundan öncə atası evinə gəlib və ərindən boşanmaq və aliment tələbi ilə rayon məhkəməsinə müraciət edib. Lakin əri Həmid Əliyev məhkəməyə gəlməyib, barəsində məhkəmə tərəfindən axtarış elan olunub. Bugün səhər saat 8 radələrində Həmid Əliyev qaynatasının evinə gəlib. 8:21 dəqiqə işləmiş yoldaşım mənə zəng elədi. Dedi ki, bəs belə, bacını bıçaqlayıblar, özü evə tez yetir. Mən də gəldim, gördüm ki, bacım yerdə uzanıb, yığdım 102-ni. 102-ni dalı ilə skorunu yığdım. Əssalam, olan bu oldu. Evdə yoldaşım olub, bir də xəstə bacım olubdu. Bir də öz uşaqları yatdığı yerdə gəlib bıçaqlayıb çıxıb gedir. Bacınız sizdə qalır? Bəli, 9 aydır bacım bizdə olur. Hadisəyə şahid olan 12 yaşlı uşaq atasının gözündə eynək və ağzında maska ilə gəldiyini deyib. Ən son eşitdiyi isə anasının qışqırıq səsi olub. Şahidlərin sözlərinə görə hadisəni törədən şəxs qadını yatan yerdə qətlə yetirib. Səhər tezdən elə qaynatamla qaynanəmi xəstəxanaya yola salmışam. Girdim təzədən deyir, uzandım yerimdə. Gördüm səs gəlir. Çıxdım deyir, çıxdım çölə gördüm ki, gədə qapını açıb da girib içəri. Aşağıda da deyir bir nəfər var idi, şofer olub, nə olub bilmirəm, yalan deyir. Qayıtı tez elədim. Uşaqları götürmək istəyəndə deyir, məni belə itələdi, qız, şikəst qız da var evdə, bacısı var. Onu da itəliyibdi. İtəliyib qırağa, belə bıçağı deyir, soxub, heç qızın deyir, səsi çıxmıyor. Elə deyir, mən uşaqları götürüb qaçdım deyir, əmim birinin qapısına ki, belə Zəhranı öldürdülər. Hadisəni törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində iş davam edir.